Elə bilirsiniz, ölüm sondur, xeyr, insan cənnətdə yerləşir və daim arta gedir. Daim. Bundan götürün insan nə qədər böyüdür. İnsan cənnətdə dayanmır. Elə bilirsiniz, cənnətə getdi və vəssalam, bitdi, dayandı. Xeyr, insan cənnətdə də günü-gündən irəli gedir. Sonsuzluğa doğru. Allahda seyr edir. Allah sonsuz olduğu üçün insanın yolu da sonsuzdur. Peyğəmbərimizdən tutmuş adi imamlara və adi insanlara qədər hamısı hər an inkişafdadılar. Allaha çatdım sözü yanlış sözdür. Heç kəs Allaha çata bilməz. Allaha qovuşmaq bu anlamda deyil ki, yol bitdi, yol davam edir. Nə qədər yaxınsansa Allaha daha da yaxınlaşa bilərsən. Yaxınlaşdıqca hərarət daha da artır, daha da qabağa getmək istəyirsən. İnsan durğunluğa nifrət eləməlidir, dayanmağa nifrət eləməlidir, dayanmaqdan qaçmalıdır. Keçən dəfə dedik, yadınızdadır, İmam Sadiq əleyhissalam buyurur, məğbun, məl'un, məğbun nədir? Məğbun ziyankar adama deyilir. Məl'un lənət olunmuş adama deyilir. Bu kim haqqındadır bu sözlər? İki günü bir-birinə bərabər olan adam ziyankardır. Dayanan insan məl'undur, Allahın rəhmətindən uzaqdır. Deməli, təhlükəlidir dayanmaq. Gərək biz dayanmağa nifrət eləyək. Həmişə bu fikirdə olaq ki, daha yaxşı ola bildimmi? Dünənkindən bir addım qabağa gedə bilmişəmmi? Daha yaxşı Quran oxuya bilirəmmi? Qurandan daha çox anlaya bilirəmmi? Hər gün bu fikirdə olsun insan. Tövbə bilirsiniz nədir? Dünəndən tövbə etməkdir. Tövbə təkcə günahdan tövbə etmək deyil. Gərək bizim vücudumuzu qəm bürüsün. Nəyin qəmi bürüsün? Nəyin qəmi bürüsün? Gün keçib mən qabağa getməmişəm. Bundan böyük qəm ola bilməz insan üçün. Ki, gün dəyişib mən irəli getməmişəm, qabağa getməmişəm. Yaxud zəif hərəkət eləyirəm. İnsanın yeganə qəmi budur. Mən bu söhbətdə məqsədim budur ki, bizim gərək inkişaf etməyə şövqümüz və dayanmağa nifrətimiz günü-gündən artsın. Dayanmaqdan qorxaq. Din belə insanlar üçün göndərilib, bax. Din gəlməyib bizə 5-10 dənə əməl elətdirsin və 5-10 əməldən çəkindirsin. Belə bəsit yanaşmaq olmaz dinə. Din o adamlar üçün göndərilib ki, bir nəhayət yol getmək istəyirlər. Din bu insanlar üçün göndərilib.